Deməli, əziz izləyicilər, bir mövzuya toxunmaq istərdim. Rəy yerlərində bir də görürsüz, müəyyən qızlar yazanda ki, bu gün keçmişin kişiləri kimi kişilər azalıbdır. Yəni keçmişin kişiləri kimi kişilər 50%-dir, qalanları belə də havayıdır, filan beşməkan. Elə rəylər yazanda bir çox oğlanlar tökülüşür, başlayırlar həmən o xanımları təhqir etməyə. Ay, sənin evində bəlkə kişi yoxdur, nə bilim, nədir, elədir, filandır. Yəni keçmişin kişiləri kimi kişi bəlkə sənin evində yoxdur. Yəni o xanımı düz belə desə də səhv çıxartmağa çalışırlar. Yəni əslinə qalanda o xanım reallığı danışır. Yəni real danışır ki, yoxdur. Yoxsa elə deyil əziz izləyicilər. Yəni bax, indi gəlin sizə sual verim də. Orada o xanım yazanda elə şeyi, yəni nəyi səhv deyir? Yəni həqiqətən də elədir də. Bu gün keçmişin kişiləri kimi kişilər azalıbdır və siz o sözü niyə özünüzə götürürsüz? Siz əgər keçmişin kişiləri kimi kişilərsinizsə, o sözü özünüzə götürməyin də. Yəni sözü atarlar, yəsi götürər. İndi keçək bir neçə məsələyə. Yəni o xanımın dediyində həqiqət var. %100 yox, 1000-də 1000. Nəyə görə? Bax, indi müəyyən mövzulara toxunacağam da. Bax, bugün misal üçün toy eləyirlər və onu da çəkib TikToka, Instagrama, digər platformalar, sosial şəbəkələrə qoyurlar. Deməli, baxırsan ki, qadın, gəlin də, belə deyək, yarı çılpaq, yəni sinə açıq, kürək açıq bəylə oynayır. Və bunu da çəkirlər telefona və həmən videoları götürürlər, yükləyirlər TikToka, nə bilim, Instagrama filan, sosial şəbəkələrə. Yəni mənim qadınımı məndən qabaq toyda bir 100 nəfər, 150 nəfər görübdüsə, plus da yükləyirəm TikToka, sosial şəbəkələrə, yəni Instagrama, YouTube'a filan beşməkan yerlərə bir neçə milyon da kişi mənim qadınımı məndən qabaq yəni görsün. Da, yəni belə açıq-saçıq görsün. Yəni bəydən qabaq 100 nəfər, 150 nəfər toyda görürdülərsə, plus da bir neçə milyon da kişi internetdə, TikTokda, nə bilim, Instagramda görür. Yəni indi sözü nəyə gətirmək istəyirəm? Keçmişdə hansı kişi belə eləyərdi? Heç keçmişdə çox kişilər o video kasetində olurdu. Onu çox adama vermirdilər ki, şey olsun da, yoldaşımı, gəlini heç kim elə görməsin və gəlinlər də hətta abırlı, həyalı geyinirdilər. Amma bugünkü kişilərin arvadına baxsan ki, gəlinlərinə daha doğrusu nə gündədir. Bundan əlavə şəhərə çıxırsan, köbəyi açıq, nə bilim, qıçası açıq, kürəyi açıq, sinəsi açıq qızlar doludur. Yaxşı, bunların bəziləri boşanıbdır, bəziləri çoxu elə belə baxsan ki, qız uşaqdır. Bu evdən çıxır, bunun qardaşı, atası yoxdurmu? Bu belə bunu bu viddə buraxır. Bax, budur. Yəni keçmişin kişiləri bunu etməzdilər. Nə o toyda elə eləməzdilər, yəni çəkib plusdakı sosial şəbəkələrlə yükləməyi. Nə də ki, qızlarına, arvadlarına, gəlinlərinə belə qoymazdılar ki, çörət çıxsınlar bu viddə. İndi sözüm ona gətirəm ki, yəni səhv deyirlər. Bu belə getdi. Ondan əlavə görürük, nələr görürük? Onun adını blogerləri. Ay, nə gündədilər. Biri şal bağlayır başına, biri parik qoyur, ay biri nə bilim qaynana rolunda oynayır, biri qız rolunda, biri arvad rolunda video çəkirlər, pul qazanır. Ay, keçmişin kişiləri belə eləyərdilər, yəni pul qazanmaqdan ötəri bu şeylərə əl atardılar. Nə bilim, biri yemək bişirir, biri nə bilim ev təmizləyir. Demirəm, yemək bişirmək ayıb deyil. Ən gözəl aşpazlar elə kişilər olubdu. Sadəcə başına biri şal bağlayır, biri nə bilim qadın xalatı geyinir, biri parik qoyur. Belə şey olar. Yəni keçmişdə hansı kişi belə edərdi? Hələ ondan da əlavə blogerlərə baxırsan, arvadına kupalnik alıbdı, arvadı kupalniki geyinir və yaxud dəniz qırağında kupalnikdə arvadını çəkir, sosial şəbəkəyə qoyur. Hansı kişi keçmişdə bunu eləyərdi? Ya özə rəy yerlərində çoxu bağlayır ki, heç kim bunlara heç nə yazmır. Çünki bilirlər ki, yazacaqlar. Ancaq pula görə, səs yığmağa görə, nə bilim, digər da reklama, azada görə şərəflərini satırlar. Çünki bilirlər ki, səs çoxluğu olacaqdır, yəni takipçilər çox olacaqdır və
belə deyək də, sabahsı günü mağazalardan, nə bilim, butiklərdən zatdan reklamlar gələcəkdir, restoranlardan zatdan və pul qazanır. Pula görə hər şey eləyirlər. Biri baseynin içində özünüz bilirsiniz də arvadına çəkişib qoyur. Biri nə bilim kupalnik alır, onu çəkib qoyur. Hələ bəzilərini o gün baxsan, biri anası yatır yataqda anasını çəkir. O birisi arvadı yatır arvadını çəkir, qoyur yataqda. Yəni ay kişilər, mənim arvadım yatır. Ayıbdır, vallahi ayıbdır. O ananı çəkir. Deyək indi nəsə maraqlı bir video. Aktyorlar, Allah hamd olsun, aktyorlar bunların kimi qələt qayırmayıblar. Aktyorlar yəni belə deyək də künüyə çəkiləndə abırlı, həyalı künüyə çəkir. Bilinir ki, bunların sənəti budur. Sən bloqersən, belə şeylər, aktyorsan, nəsən, sənət adamları qalıb qıraqda bunlar çəkirlər, özü çox ucuz çəkirlər. Ananı çəkirlər yataqda, yatdığı yerdə, pasteldə, nə bilim, arvadı çəkirlər, arvadından uzanıb yataqda şeylər çəkir. Ya baxırsınız da, yəni görürsünüz. Hələ bəlkə mənim burada indi dediklərim bir çoxu yadımdan çıxır deyə bilmirəm. Nə bilim, şit videolar, ay orada qaçır yemək pişir, bu burada qaçır yemək pişir, biri qaynana rolunda olur kişiləri, biri arvad rolunda, biri nə bilim nə. Yəni bax o qızlar elə yazanda, hələ mən bəlkə də bir çoxunu belə deyim, burada indi unuduram, deyə bilmirəm, rəy yerlərində özünüz yazarsınız hələ nə edirlər, nə etmirlər və s. də. Yəni şəhərə çıxırsan ki, ər-arvad gedir, qadının necə geyinibdir, yəni dar paltarda, zətdə bütün diviziyini ona baxır. Yəni keçmişin hansı kişisi belə eləyərdi və s. də. Yəni bir çox mövzular var ki, çox biabırçıdır. Arvadları çıxırlar, peyk oynayırlar, nə bilim, başqa kişilərdən hədiyyə istəyirlər. Kişi də ki, pula görə sakit durur. Yəni keçmişdə kim belə eləyərdi, hansı kişi? Və sözü nəyə gətirmək istəyirəm? Yəni sözü ona gətirmək istəyirəm ki, o qadınlar harda ki yazırlar ki, indi keçmişin kişilər, kim kişilər azdır, nə bilim 50% elədir, 50%-ni apartırlar. Siz ora niyə girib o insanları təhqir edirsiniz, o insanlara fikir bildirirsiniz? Məyər onlar səhv deyirlər? Səhv deyirlərsə deyin səhv deyirlər. Axı düzdür. Birinci siz o sözü niyə özünüzə götürürsünüz? Əgər elə insan deyilsinizsə, bax mən dediyim kimi, niyə o sözü özünüzə götürürsünüz? Bəli, azalıbdır. Həqiqətən də azalıbdır. Keçmişin kişiləri kimi kişilər çox azalıbdır. Bugün nə bilim, hələ mən çox şey bəlkə yadımdan çıxır. Yəni o arvadlarını buraxırlar. Gel saat 1-də, 2-də gəlir, klub, bar, zat. Elə kişilər də var. Arvadla maraqlanan, arvad gedir, kimlər nəsə restoranlarda oturur. Keçmişdə belə şey var idi. Keçmişdə heç kişinin arvadı başqa bir evə qonaq gələndə ya bir küçədə olanda bir başqa kişiyə salam verməzdi. Amma indi kafedə otururlar, başqa kişilərlə işimdir, iş yapıram, nə bilim nə xaram. Yəni sözü nəyə gətirmək istəyirəm? Yəni o rəyləri niyə siz fikir bildirirsiniz? Onu yazan o qızları təhqir edirsiniz. Məyər səhv deyirlər? Səhv demirlər axı. Yəni azalıbdır. Həqiqətən də azar, siz özünüz görmürsünüz nələr baş verir. Ona görə birinci nə sözü özünüzə götürün. Siz əgər elə deyilsinizsə, niyə özünüzə götürürsünüz? Deyə soğan yemişsiniz niyə görün? Girib niyə o insanları təhqir edirsiniz? O qızlar həqiqətən deyir. Düzünü deyir də. Yəni ki, bugün keçmişin kişiləri, kim kişilər azalıbdır. Amma siz girirsiniz, gah təhqir edirsiniz, sənin evində yoxdur, Düz deyil, mən müəyyən şeylərdə sizi də dəstəkləyirəm ki, bəlkə o qızların da evində eləsi yoxdur deyə, o düşüncə ilə də ola bilər deyirlər. Amma onların 20%-ni onlara aid eləmək olar ki, yəni onlar da 1000 dənə hoqqadan çıxır, görə evindəki heç nə demir, deyir, amma keçmişin kişilər olsa bizim başımızı kəsərdilər. Bəlkə elə onlar da ona görə deyir, amma 80% onlar düzdür ki, yəni bir çoxunda, yəni o müəyyənlərindən səhv salmayaq da, o qadınların ki, onlar keçmişin kişiləri kimi kişi istəyir ki, qadınına yə duran, belə deyək də, namus qeyrətini qoruyan kişilər istəyir. Yəni sözü ona gətirirəm ki, yəni girib orada ağzına gələni yazmayın. O sözü birinci özünüzə götürməyin, ikincisi də ki, yəni o sözlərin 80%, 90% həqiqətdir. Belə.